Tamam mı? Her vaxtın xeyir olsun değerli izləyicilər. Xoş gördük hər birinizi. Çoxdan bir video çəkmirdim. Like eləyənlər, takip eləyənlər, əlləriniz var olsun. Allah sizə can sağlığı versin. Nəysə bu aralarda mən də gördüm ki, abunə olanların sayı hiç artmadı. Mən də imkan edib videolar çəkə bilmədim. Yine de abone olun, like edin, takip edin. Allah canınızı sağ eləsin sizin. Her bir işi hiç vaxt rüzsüz, bereketsiz eləməsin. Həmişə bol rüzü bereket getirsin. Allah can sağlığı versin. Bugün tabaka eləyirdim. İstədim onu da sizden paylaşmağa. Tabakamın bu tavada yaxşı yanıb pişməyinə görə elədim. Bu kənd çolpasıdır. Biraz gec pişən idi. Mən onu tomatla zadla elə bir bastırma elədim. Üstosuna zadla. Biraz da kivi sıxmışam. Yəni kivi bəlkə bilənlər, bilməyənlər də var. Bilənlər daha çox olar. Bilməyənlər də olar. Biraz olsun. Malatindən də məsələn kebab pişirə bilərsən. Əgər gec pişənlərsə kivi ilə bastırma edib, saxlayıb. Belə kebab pişirmək olar. Buna kivi sıxdım, tomatla bastırma elədim. Bu da ki, indi qoymuşam. Amma bunun tüyğün, yəni laf da dadlı olmaq üçün buralarını çirtmişəm. Çirtində içinə bir dənə quyruq kəsib salmışam. Hər budun içərisində bir dənə quyruq var. Tabağın dibinə də quyruqlar doğramışam. İçərisinə də quyruq qoymuşam. İndi bunu bu izi belə pişəndən sonra bu izini də sırayanda yenə içində quyruq olur. Duz, yoğurt, tomatımız, kivi suyundan bastırım eləmişəm. Bax, bu da belə pişməyi pişir. Kim də hazırlayırsa da nuş olsun. Göz haqqınızı da halal eləyin. Allah hər bir işiyə bol ruzi bərəkət getirsin, can sağlığı versin. Yenə deyirəm, göz haqqınızı halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.